Rəvayət edilir ki, Abdullah ibn Əbu Hədrət belə demişdir. Bir dəfə Allah elçisi bizi İdəmə adlı yerə göndərdi. Biz bir dəstə müsəlmanla səfərə çıxdıq. Aramızda Əbul-Qətətə Əl-Haris ibn Ribbi, Mühəllim ibn Cəsamə ibn Qeys də var idi. İdəm vadisinə çatdıqda Amir ibn Əl-Ədbəd Əl-Əzcasi dəvəsi üzərində yanımızdan keçdi və bizə salam verdi. Onun əlində bir tuluq süd və başqa şeylər var idi. Biz onu saxladıq və Mühəlləm ibn Cəsamə aralarında baş vermiş narazıçılığa görə onu öldürüb dəvəsini də və digər əşyalarını götürdü. Biz Allah elçisinin, ona Allahın salavatı və salamı olsun, yanına gəldikdən sonra bu barədə ona xəbər verdik və bizim haqqımızda uca Allahın bu ayəsi nazil oldu. Ey iman gətirənlər! Allah yolunda cihad etmək üçün səfərə çıxdığınız zaman diqqətli olun. Sizə salam verən şəxsə dünya həyatının fani mənfəətinə can ataraq sən mömin deyilsən deməyin. Allah yanında çox qənimətlər var. Əvvəllər siz də belə idiniz. Allah sizə mərhəmət göstərdi. Elə isə kimə qarşı vuruşacağınızı müəyyən edin. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. Nisa surəsi 94-cü ayə. Əhməd 23888-ci hədis.